Arılar yox olarsa insanlıq neçə il yaşaya bilər? Arıların yalnız bal hazırladığını düşünürsünüzsə, çox yanılırsınız. Bir gün oyanıb arıların yox olduğunu görsək necə olar? Bu əslində insanlıq üçün çox qorxulu bir senaridir. Çünki arılar təbiətin görünməz mühəndisləridir. Onlar sadəcə çiçəkdən çiçəyə uçub bal toplamırlar. Dünyadakı bütün qida zəncirinin təməlində dayanırlar. Yer üzündə yetişdirilən kənd təsərrüfatı məhsullarının 75%-i arılar və digər tozlayıcılar sayəsində çoxalır. Alma, çiyələk, badam, qəhvə, pomidor. Əgər arılar yox olarsa, bu məhsullar da bir-bir yox olmağa başlayar. Amma məsələ yalnız acılıq deyil, heyvandarlıq da çökə bilər. Çünki otla qidalanan heyvanların yemi də tozlaşma ilə yetişir. Alimlərin fikrincə, əgər arılar tamamilə yox olarsa, insanlıq 3-4 il ərzində böyük bir qida böhranına girə bilər. Bundan çıxış yolu isə arı dostu kənd təsərrüfatıdır. Pestisitlərin istifadəsini azaltmaq, çiçəklərlə zəngin ərazilər yaratmaqdır. Bəli, kiçik addımlarla böyük fəlakətlərin qarşısını almaq olar. Bəs sizcə arılar olmadan insanlıq həqiqətən sağ qala bilərmi? Rəylərdə fikirlərinizi yazın. Bəlkə də cavabınız düşündüyünüzdən daha vacibdir.